Salamaya Gülsüm. Xalqı görsə xalq neyinir? Xalq qalxır ayağa. Ha, ola bilər, amma mən dörtlüdə hər hansı bir səhv eləməmiş, məni çıxarmamış. Gülsüm. Dima, məndən əvvəl Dıxıram, mən oynayacağım, bugün başım bırak. Yo, özünü yorma. Yorma özünü. Qoy danışın. Koy da. Gözdə sənə deyirəm. Biz sənin dörtlüdən çıxmağını istəmirik. Aha. Başa düşürsən? Biz sənin çörəyinə də varis çıxmaq istəmirik. Bu sənin haqqındır, bu dörtlü sənin oyunundur. Biz sənin, bax o günlərin məsəl üçün Sako ilə biz danışanda mən onunla qoşuldum. Mən dedim ki, mən Gülsümün çörəyinə varis çıxmaq istəmirəm. Başa düşdün Gülsüm xanım? Biz elə bilirəm ki, nifrət qazanmaq istəmirəm. O çörək elə bir şeydir ki, oradan çörəyi sən də bura çörək qazanmağa girmişsən, mən də buradan çörək qazanmağa girmişəm. Biz deyirik ki, oynamırıq. Yenə də sən oyunlarına özün davam edirsən. Xalq dedi ki, bugün prob edin, bircə günlük. Bir 5 oyunluq prob elə, gör nətər olur. Ondan sonra yenə də Gülsüm öz oyununa davam eləsin. Sonra yenə də nə vaxt Gülsümün ürəyi istəyər, sonra da Gülsümün ürəyi istəyir çıxanda onda da yenə də sən qoşularsan. Biz sənin yerinə qoşulmuruq. Tamam, mən qulaq astım. Mən qulaq astım da. Nesi qulaq asın bu çatdakılar. Məndən əvvəl oynayanlar... Çatdakılar yox, xalq, izləyici, gözəl insanlar. Çatdakılar yox. Məndən əvvəl oynayanlar, xanımlar, mən onların elə bir çıxıblar, bir dəfəlik səhv eləyiblər, çıxıblar, mən onun yerinə gəlmişəm. Mən heç vaxt bir günlük, 2 günlük, mənə də Sako, elə bir şey deməyib ki, Gülsüm, nə vaxtsa 1 gün, 2 gün səni çıxaracağıq, mənə laf başdan belə bir şərt kəsməyib. Mən də Sako ilə danışanda dedim ki, Sako, məni heç bir səbəbdən dörtlüdən çıxarmayacaqsan. Dedi, bəli, mənim səhvim yoxdursa, nə mən bir günlük, nə də ömürlük çıxmıram. Okey? Öpürəm Tima. Dağlar. Gülsümü. Çıx Gülsüm. Yok özde nefret taciz mısın? Gülsüm çıx canlıdan. Xalqa qərarı bu xalq verəcək. Qərarı bu cəmaət verməlidir. Başa düşdünüz?